Salam dostlar, hər birinizi salamlayıram. Videoma xoş gəlmişsiniz. Bugün sizinlə elmi tədqiqat işi aparmaq barədə danışacağıq. Çünki son dəfə bu barədə söz vermişdim və tələb elmi cəmiyyətinin konferansları da yaxınlaşır. Öncəliklə qeyd edim ki, mənim indiyə qədər 4 elmi tədqiqatım olub və onlar müxtəlif nominasiyalarla təltif olunublar. Hal-hazırda da bir elmi tədqiqatla məşğul olurum. Mən bugün isə sizə ikinci kursda işlədiyim herpes viruslarının hamiləlik dövründə törətdiyi fəsadlar və diaqnostikası elmi tədqiqatım barədə danışacağım. Hansı ki, o tədqiqatı necə apardım, necə birinci yerə çıxdı, bu barədə danışacağıq. Öncəliklə gəlin bu tədqiqatın uğurlarından danışaq. Herpes viruslarının hamiləlik dövründə törətdiyi fəsadlar və diaqnostikası elmi tədqiqatım ilk öncə Tələbə Elmi Cəmiyyətinin konferansında birinci yerlə təltif olundum. Sonra Beynəlxalq Tibb Festivalında çıxış etməyə namizəd oldum. Növbəti mərhələdə Topçubaşov yubileyinə həsr olunmuş cərrahi konferansda gənc cərrahların simpoziumunda çıxış etdi. Və son olaraq Beynəlxalq Cərrahi Olimpiyadasında mən bu elmi tədqiqatımızla ölkəmizi təmsil etdim və ikinci yerə təltif olundum. Mənə görə ümumiyyətlə elmi tədqiqat aparmaq 3 mərhələdən ibarətdir. Birincisi, sizin araşdırmağınız, materiallar, yazılı materiallar toplamağınız, internetdən resurslardan. İkinci mərhələdə sizin praktikaya gedib hər şeyi canlı olaraq görüb vizual materiallar toplamağınız. Və üçüncülü olaraq bu materiallar əsasında özünüzü yetişdirməyiniz. Oktyabr ayında qərar verdik ki, elmi tədqiqat aparım və onun mövzusu hələ yekunlaşmadan bilirdik ki, bu viruslar barədə olacaq və riskli bir mövzu olacaq. Yəni bir tələbə olaraq, xüsusilə də ikinci kurs tələbəsi olaraq viruslarla işləmək, PCR qoymaq və s. bunlar biraz təhlükəli görünürdü. Mən də qorxurdum, amma işləmək istədim. Sonra mövzumuza qərar verdik. O mövzunun aktual olması üçün xüsusilə mövzunun adını belə seçdik. Hamiləlik dövründə herpes viruslarının törətdiyi fəsadlar və diaqnostikası. Və biz həm hamilələrə, həm də yeni doğulmuşlara fokuslanmışdıq. Noyabr ayında məndə artıq müəyyən fikirlər formalaşmışdı ki, mən nə edeyim, təxmini bir plan cızdım. Sizə o plandan danışım, nələr elədim. Ümid edirəm ki, sizə bir xeyri dəyər. Demək, noyabr, dekabr aylarında ilk öncə Levinson, dekabr ayının əvvəllərinə qədər Levinson kitabından bütün herpes viruslarının tiplərini oxudum. Yəni, Varicella zosterindən tutmuş, Kaposi sarkoması törədənə qədər hamısını. Levinsondan bitirdikdən sonra istifadə etdiyim bir network var, o barədə sizə danışacağım. JAMA Network. Bu networkdə həkimlərin apardığı elmi tədqiqatlar var. Oradan herpes viruslar barədə araşdırmaya başladım və bütün tədqiqatları oradan topladım. Drive-da bir qovluq yaratdım, hansı ki, mənim elmi tədqiqatımı təmsil edirdi. Məsələn, genital herpes belə qoymuşdum qovluğun adını. Və həmin qovluğun içərisində yığdığım materialları qoyurdum. Bu həkimin elmi işi, o həkimin elmi işi, Türkiyədə keçirilmiş belə bir elmi tədqiqat. Bunların hamısını ora topladım, amma oxumurdum hələ. Sonra onların hamısını topladıqdan sonra oxumağa başladım ki, görüm məsələ nədir? İnsanlar nəyi araşdırır və günümüzdə herpes virusların törətdiyi problemlər nələrdir? Bunları tamamladıqdan sonra ikinci mərhələyə keçdim. Yəni, praktika, vizual olaraq bir şeyləri görməyim və materialları belə toplamağım. Bu praktiki hissəni də iki hissəyə böldüm. Birincisi, кейsləri toplamaq. İkincisi, diaqnostikanı öz gözümlə görmək və tətbiq etmək. Birinci кейslərdən başladım. 3 xəstəxanada material topladım. Birinci xəstəxanada deməli materialları necə topladım? Dekabr ayı idi və dərslər var idi. Ona görə gecə növbəsinə gedə bilirdim. Gecə növbəsində də kimlə qarşılaşa bilərəm də, yəni. Orada xəstə anamnezləri yığmağa başladım və həkimlərlə ünsiyyət saxladım ki, bəs sizdə belə bir xəstə olubmu, belə bir xəstə və s.
Bəli, onlar mənə məlumat verdilər, hətta həmin xəstələrdən icazə alaraq onlarla mənim əlaqəyə keçməyimi təmin etdilər. Və buradakı xəstələrin müalicə dövrünü izlədim. Əslində bu mənim tədqiqatımın axırıncı mərhələsidir müalicə, amma ilk başdan müalicə aradan çıxdı bu şəkildə. İkinci xəstəxanada əməlli başlı кейslərlə işləyirdim, çünki artıq semestr ərəfəsi idi və tam gün xəstəxanada ola bilirdim. Orada çox maraqlı кейslər var idi və həmin кейsləri detallı olaraq topladım. Və evdə də gedib araşdırdım, bu niyə oldu, o niyə oldu və s. bu şəkildə. Üçüncü xəstəxanada artıq cərrahi girişimlərlə ilgilənirdim. Yəni, məsələn, abortlar, doğuşlar, bu şəkildə. Və bura qədər yığdığım materialları bir topladım 3 xəstəxananı. Biraz fasilədən sonra qərar verdim ki, mən gedim diaqnostikanı öyrənim və bir laboratoriyaya müraciət etdim. Orada PCR öyrəndim, sonra ELISA öyrəndim, izolyasiya eləmək, miksləmək, hamısını öyrəndim. Və mən öyrəndikcə də mənim şəkillərimi çəkirdilər. Bu şəkildə mənə materiallar toplanırdı. Bütün praktiki materialları topladıqdan sonra başladım bir slayd hazırlamağa. Tədqiqatlarımdan ki, nə toplamışam. Həmin şəkillərə uyğun siz indi müəyyən slaydlar hazırlamalısınız. Burada siz işlədiyiniz işi göstərməlisiniz və sözü natiqliyinizə buraxmalısınız, məncə slayda yox. Məsələn, mən indi sizə bir nümunə göstərim. Mən hal-hazırda bir elmi tədqiqatla məşğulam. Bu hissəsini üzr istəyirəm, bağlamalı olacam. Məsələn, baxın. Bu şəkildə mən slaydımın 7-ci səhifəsidir, yoxsa 6-cı səhifəsi. Burada müəyyən кейslər var. Ümumiyyətlə bir 20-30 dənə belə şəkil var və fərqli keyslərdir də. Mən onları qruplaşdırmışam. Məsələn, bu 3 fərqli keysi bir ad altında birləşdirmişəm və sadəcə başdan yazmışam birləşdirdiyim adı. Amma orada bu barədə ətraflı danışacağam кейslər barədə. Bilmirəm, mən slaydlarımın da sadə olmasının üstünlüyündəyəm. İndi bu hərənin öz şəxsi fikridir məncə, amma mən sadə olmasını sevirəm, belə heç nə olmasın, sadə olsun. Ön planda istəyirəm ki, o xəstəliklər olsun. Bu nisbi bir şeydir, yəni mənim üçün belə ola bilər, başqası üçün belə deyil və deyə bilmərəm ki, yəni belə iş aparan birinci yerə çıxır, yəni. Elə işlər var ki, belə iş aparmır, başqa iş aparır və onlar birinci yerə çıxır, beləsi yer tutulur. Artıq bu slaydı da bitirdikdən sonra siz bazanızı yaradırsınız, hazır deyilsiniz. Bazanız yaranır sadəcə. Yəni təməliniz var, bünövrəniz var, amma hələ hazır deyilsiniz. Buna hələ nə qədər şey artırılmalı olacaq görərsiniz. Ondan sonra hər slayda uyğun qarşıma slaydı qoyuram və çıxışımı hazırlayıram. Birinci slaydda nə danışacağım, ikinci slaydda nə danışacağım, üçüncü slaydda nə danışacağım. Çıxışıma 2 həftə qala isə yenə mən bir kağız tuturam və həmin kağıza yazıram. Bax, bu slaydı görəndə ağlına hansı sual gəlir? Bu slaydı görəndə ağlına hansı sual gəlir? Mən bir seyirci olaraq o slaydı görəndə nə sual verərdim? Sonra mən bəlkə sizə keçən il gəlmişdim, göstərərdim. Neysə. Ağlınıza nə gəlir? Bu şəkildə. Onu da eləyəndən sonra ağlınıza nə gəlir? Sonra dənə-dənə hər suala cavab verirəm. Ki, mən bu suala necə cavab verərəm, o suala necə cavab verərəm. Bu şəkildə siz tam hazırlaşırsınız. Son bir həftədə ümumiyyətlə çox hard hazırlaşdı. Ondan sonra çıxış günü çatdı, yəni konfrans günü çatdı. Və olduqca həyəcanlıydım. Amma çıxışımı elədim və birinci yerə çıxdım. Zaten keçdiyiniz yolda əldə edəcəyinizi əldə edirsiniz. Kiminsə sizi mükafatlandırmasına ehtiyac yoxdur. Kiməsə sizin özünüzü sübut eləməyinizə də ehtiyac yoxdur. Bu şəkildə.